Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün fəlsəfədən, məhz insanların, təbii ki, gənclərin bu sahəyə olan maraq, inkişaf, ümumiyyətlə fəlsəfə və sosiologiya elmi tədqiqat institutunun fəaliyyəti və bizim həyatımızdakı misilsiz xidmətlərindən danışacağıq. Təbii ki, bununla bağlı studiyamıza dəyərli qonaqlar dəvət etmişəm. İlk olaraq onları sizə təqdim edim. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmlər doktoru, professor İlham Məmmədzadə. İlham bəy, ilk olaraq sizə dərin minnətdarlığımızı bildiririk ki, dəvətimizi qəbul edib gəldiniz. O dəyərli zamanınızı bizimlə keçirdiyiniz üçün eyni zamanda bizim dəyərli həkim, psixoterapevt Elmir Əkbər. Doktor, siz də xoş gəldiniz. Təbii ki, mövzumuz fəlsəfə və gənclər arasında bugünkü elmə maraq, inkişaf nə dərəcədə, gedişat əslində nədir? Təbii ki, bu geniş bir mövzudur, amma böyük bir qurumun və Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru olaraq və bugün ictimaiyyətdə çox böyük nüfuz sahibi olaraq və sizi görmüşkən ilk olaraq mövzuya bizim ümumilli liderimiz Heydər Əliyevin artıq çox qısa bir zamanda, artıq 102 illiyi ilə bağlı belə deyək, artıq tədbirlərin keçirilməsi demək olar ki, artıq başlayıb. Bu haqda istəyirəm başlayaq İlham müəllim. Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasında hansı tədbirlərin həyata keçirilməsi nəzərdədir? Bu haqda danışaq, sonra bunun haqqında gedişat bizi başqa suallarda aparacaq. Buyurun. Sualınıza görə çox sağ ol. Bilirsiniz, Ulu Öndərin may aylarında biz həmişə müəyyən tədbirlər keçirdirik. Misal üçün, yadımda qalıb 100 illiyi, 101 illiyi çox gözəl kitablar və jurnallar çap eləmişdik. Konferanslar keçirmişdik. Yadımda qalıb ki, 100 illiyə çox belə keyfiyyətli bir kitab hazırlamışdıq. Rusiya, Belarus alimləri ilə birgə adı belə idi, Noosverni Azərbaycan Rus dilində. Özdə Sankt-Peterburgda çap olunmuşdu bu kitab və biraz gecikmiş bu günlərdə mənə çatdırıblar Sankt-Peterburgdan. Bu il nə edəcəyik? Birincisi qeyd etmək istərdim ki, 102 illiyi böyük bir beynəlxalq konferans planlaşdırmışıq. O, iyun ayında olacaq, 13-15 iyunun. Bizə xarici qonaqlarımız gələcəklər, həmçinin Belarusdan. Özdə qeyd edim ki, biz çalışmışıq bir il xaricdə, Ulu Öndərə həsr olunan konferansları keçirdək. Misal üçün, 100 illiyi Minsk şəhərində keçirmişdik. Biz, Azərbaycanlı filosoflar, onlayn Bakıda oturarkən orada çıxış edirdik və bir-iki alimimiz də orada əks olunmuşdu, orada çıxış etmişdilər və s. Belarus Akademiyası ilə, Fəlsəfə İnstitutu ilə çox gözəl əlaqələrimiz var və onlar bizim Azərbaycan fəlsəfəsinə, bizim irsimizə çox böyük hörmətləri var və həmçinin Ulu Öndəri bilirlər ki, necə ona hansı münasibət Azərbaycanda var. Sonra qeyd edim ki, belə tipli konferanslar biz həm də Rusiyada vaxtı ilə keçirirdik. Bu il planlarımızda yoxdur, amma gələn il görünür fikirlərimiz var. Ulu Öndərin irsi bizim üçün vacib məsələdir. Ona görə ki, bilirsiniz ki, fəlsəfə və sosiologiya, ideoloji işlərlə çox sıx bağlıdır və Ulu Öndərin irsi bizim milli ideologiyanın əsasını təşkil edir. Aydındır ki, dövrlər keçir, amma onun ideoloji fikirləri bizim üçün əbədidir, vacibdir və biz onlarla, bu məsələlərlə, onların təhlili ilə, necə deyirlər, məşğuluq. Maraqlı məsələlərdən nədir, misal üçün? Qeyd edim ki, milli ideologiya çox vacib bir, həm elmi, fəlsəfi problemdir, həm də həyati bir problemdir. Bilirik ki, misal üçün, bizim qələbəmizin müəyyən bir vacib hissəsi ideoloji tamlıqdır, ideoloji sıxlıqdır, birləşməsidir və
tamlığıdır. Və bu işlərdə Ulu Öndərin ideyaları çox böyük bir yer tutur bizim üçün. Biz onlara kitablar həsr edirik, jurnallar həsr edirik. Bilirsiniz, nə qədər vaxt keçir, biz bilirik ki, nə qədər bu dərin ideyalara, necə deyirlər, bağlıdır onun irsi. Belə deyərdim. Sonra nə deyim? Biz çalışırıq ki, bu məsələ mənim üçün vacibdir. Çalışırıq ki, Ulu Öndərlə bağlı bütün konferanslarımızda xaricilər, xarici alimlər, filosoflar, sosioloqlar iştirak etsin. Niyə? Ona görə ki, onlar dərk etməlidir ki, ideologiya və fəlsəfə bir-biri ilə sıx bağlıdır, bir-birinə təsir edirlər və necə Azərbaycanda diqqət var, həm fəlsəfə, sosiologiya, həm ideoloji irsə. Və bilirsiniz ki, Ulu Öndər vaxtı ilə Rusiyada, keçmiş Sovetlər İttifaqında böyük nüfuza malik olan bir şəxsiyyət idi. Ona görə çoxları çox belə maraqla iştirak edirlər bizim konferanslarımızda. Hətta xaricdə də bu konferansları keçirdəndə bizimlə birgə bu konferansları keçirdirlər. Ona görə mən hesab edirəm ki, bu çox vacibdir ki, xarici alimlər Azərbaycanın fəlsəfi ideoloji irsi ilə tanış olsunlar. Ulu Öndər də belə bir fiqurdur, belə bir personadır ki, bütün dünyada maraq oyadır özünə və həmçinin Azərbaycana. Təbii ki, ideologiya insanın özünün şəxsi mövqeyini ortaya qoymaq və fəlsəfə də düşüncə tərzlərimizi idarə etmə prinsipinə söykədir. Bugün milli ideologiyanın təbii ki, artıq təməli və bir neçə gedişatlar göstərdi ki, özümüzdə mükəmməl bir tariximiz, bugünümüz, elmimiz və gələcəyimiz var. Sadəcə onları təkmilləşdirib və bizlərə təqdim etmək lazımdır. Necə ki, bunu edirsiniz. Mən hər zaman deyirəm, Elm və Təhsil Nazirliyi yenə də bu elmlə bağlı inkişafı olsa da, amma yenə də Azərbaycanın bu elmi sütunu Azərbaycan Milli Elmlər Akademiyasıdır ki, necə ki, illərdir ki, bu öz nüfuzunu və nəhəngliyini qoruyub saxlayıb. İcazə ver söz. Bilirsiniz, mənim yadımdadır çox çetin 93-cü illər. Ulu Öndər qayıtmışdı Bakıya və qayıdışı birinci yer hara gəlmişdi Elmlər Akademiyası. Orada ziyalılarla görüş idi. Amma vacibdir ki, akademiyanı seçmişdi. Bu bir. İkincisi, bu ziyalıların əsas təbəqəsi, əsas gücü alimlər idi. Akademiyanın alimləri idi. Və hamı bilir bu onun kəlamını ki, Elmlər Akademiyası bu məbəddir. Bu həm məbəddir, həm elm Azərbaycanın gələcəyidir. Bu çox vacib onun münasibətidir və bu münasibət bizim üçün çox belə vacib bir ideyadır, fikirdir, dərkdir. Bu çox belə mənalı bir sözlərdir. Bəli. İlham bəy, bugün gənclərin bu elmə olan marağı, bugünkü real gerçəklik, ümumiyyətlə qənaət bəxş hesab etmək olarmı? Bilirsiniz, bu suala cavab bir mənalı ola bilməz. Ona görə ki, bir tərəfdən akademiya gənclər o qədər də, necə deyirlər, böyük bir həcmi gənclərin akademiyaya gəlmir. O biri tərəfdən, axır vaxtlarda doktorantura maraq artıb və bir vaxt yalnız qızlar gəlirdi doktoranturaya və elm yavaş-yavaş hələ bil ki, qadınlarla dolu olurdu. Bilirsiniz, vaxtı ilə fəlsəfə ilə qadınlar heç məşğul deyildilər, amma doktoranturada qadınlar kifayət qədər çoxdur. Amma axır vaxtlar oğlanların da marağı oyanıb. Bu deməkdir ki, elmə maraq var və o çoxalır. Və özü də mən sizə deyim, gənclər, hansı gənclər gəlir? Yaxşı dilləri bilən, kifayət qədər maraqlı təcrübəyə malik olan gənclər gəlir. Misal üçün, mənim bu il bizdə çox belə maraqlı ekoloji, bioloji problemlərlə məşğul olan gənc fəlsəfə ilə məşğul olmaq istəyir. Bilirsiniz, maraqlıdır. Müasir dünya elmdə fənlər arası toqquşmalar, işlər aparılır diqqətlə və gənclərimiz də onu istəyir, necə deyirlər, onunla məşğul olmaq istəyir. Olur ki, bəziləri yaşlılar bunu dərk edə bilmirlər,
bacarmırlar, bilmirlər ki, misal üçün fəlsəfə ilə məşğul olan həm biologiyanı bilməlidir, həm fizikanı bilməlidir və s. Daha dərin getmək istəmirəm. Amma yaxud bioloq ya fizik fəlsəfəni bilsə heç də pis deyil. Bu məsələlərdə keçmişdə daha çox fənlər arası işlərə daha böyük diqqət verilirdi, indi biraz azalıb, amma gənclər ona meyillidir. Ona görə ki, hamı aydın başa düşür ki, misal üçün, insan bu həm beyindir, həm şuurdur, həm bədəndir. Biz özümüz bir məxluq kimi faktiki olaraq həm biologiyanın, həm fəlsəfənin, həm ideyaların toqquşmasıyıq. Yaranmışıq onun necədir toqquşmasından. Amma axır vaxtlarda biz olur ki, belə qərarlar qəbul olunur ki, hələ bir ki, hesab olunur ki, filosof yalnız ictimai elmdir. Amma məsələn, fundamental elmlər fəlsəfəyə hələ bir ki, aid deyil. Amma böyük alimlər həmişə həm böyük fiziklər olublar, həm filosoflar olublar və əksinə. Böyük bioloqlar həmişə filosoflar olub. Misal üçün, mən dedim ki, Ulu Öndərin 101 illiyinə biz kitab çap eləmişdik. Noosferni Azərbaycan. Noosfera bu ekoloji bir ideyadır. Qeyd edim ki, misal üçün, COP29 Bakıda, Azərbaycanda keçiriləndə aydın göründü ki, ekoloji şuur, ekologiya sıx bağlıdır. Ekoloji şuur nədir? Fəlsəfənin bir vacib bir hissəsidir. Ona görə demək istəyirəm ki, gənclərdə bu maraq var. Fəlsəfəyə maraq gənclərdə həmişə olub və qalır. Başqa məsələdir ki, onlar fəlsəfə altında nə başa düşürlər? Bilirsiniz ki, fəlsəfə bu həm mənəviyyatdır, həm əxlaqdır. Əxlaq məsələləri bütün hamını maraqlandırır. Və belə yanlış fikir olur ki, fəlsəfə yalnız mənəviyyatdır. Bu biraz yanlış ideyadır. Amma maraq var. İnsan olmaq üçün hesab edir ki, fəlsəfə ona kömək edə bilər. Halbuki fəlsəfə yalnız mənəviyyat deyil, yalnız etika deyil, yalnız əxlaq deyil. Fəlsəfə bu dərrakədir, fikirdir, yaddaşdır, fəaliyyətdir. Belə çıxır ki, fəlsəfə belə elmdir ki, müəyyən mənada insan biliklərini özündə cəmləşdirir, bir ümumi bir ideyalar yaradır. Sonra məntiq məsələsi vacibdir. İndi bir vaxt məntiq o qədər də maraqlandırmırdı. Nə gəncləri, nə yaşlıları. İndi böyük diqqət var. Bu diqqətə müəyyən mənada təsir bilirsiniz nə edib? Lütfizadənin məntiqi, geri-səlis məntiqi. İndi isə faktiki olaraq hamı başa düşür ki, riyazi məntiqsiz fəlsəfə ola bilməz. İndi maraq artıb tək Lütfizadəyə yox, riyazi məntiqə və biz çalışırıq, biz bilirik ki, misal üçün bəzi ölkələrdə məntiqşünaslar kifayət qədər maraqlı işlər yazırlar və biz əlaqə qururuq və biz nə çalışırıq etmək? Bizim institutda nə qədər mümkündür, aydındır. Biz bilirik ki, misal üçün məntiq Polşadır. Polşa ölkəsi ilə çalışırıq, məntiqşünasları ilə əlaqə quraq. Sonra yaxşı bilirik ki, məsələn, Bolqarıstan, Rumıniya çox maraqlı müasir süni intellekt fəlsəfəsi ilə məşğul olurlar. Biz çalışırıq onlarla bu əlaqələri quraq. Sonra yaxşı bilirsiniz ki, misal üçün Türkiyədə yaxşı sosiologiya elmi var. Türklərlə bu məsələni qururuq. Bu deməkdir ki, fəlsəfə və sosiologiya belə elm, bəlkə də bütün elmlər belədir. Onlar bir tərəfdən millidir, o bir tərəfdən başqa ölkələrdə nə yaxşı məqamlar varsa, onları yaxşı olar ki, biz mənimsəyək, bilək və s. Və gənclər də fəlsəfəni, müasir fəlsəfə ilə maraqlanırlar, ona görə ki, süni intellektin böyük imkanları var. İndi heç lazım deyil, necə deyirlər, nə isə öyrənmək, gedmək harasa. Online konferanslar, online seminarlar və s. Mən bir şey danışım sizə, bəlkə maraqlı olardı. 76-cı, 77-ci il idi, mən Moskvada aspiranturaya getmişdim. Düşməyə, imtahan verməyə və düşdüm, aydındır bu. Və birinci günlər instituta daxil oldum, fəlsəfə institutuna, hələ Sovet vaxtında.
Mən aşağıda nə gördüm? Görürəm ki, yazılıb. Saat 3-də nəzəri seminar Kanta həsr olunub. Saat 4-də ekoloji problemlər seminarı. Mən 1-2 il bizim institutda işləyirdim. Seminar zat yox idi. Hamı oturmuşdular öz otaqlarında və nəsə yazırdılar. O gənclik dövrünün təəssüratını danışıram. Mənim bu çox xoşuma gəldi. Və mən açığı deyim çalışdım ki, bizim institutda da seminarlar, konfranslar belə silsilə olsun və hamı necə deyirlər, məcbur olmasın iştirak etsinlər. Yalnız kim bu məsələ ilə maraqlıdırlar. Və misal üçün deyim, bugün bizdə çox maraqlı bir nəzəri seminar keçirilib. Onun adı da belədir, süni intellekt fəlsəfəsi və fəlsəfənin gələcəyi. Hələ bir ki, bizə danışılmış üçün çox yaxın bir mövzudur. Hələ bil ki, belə təsəddüfi oldu, amma düşür və bütün zal dolu idi. Hesab eləyin ki, gəncləri, biz deyirik ki, gənclər azdır. Faktiki olaraq bütün zal gənclərlə dolu idi, halbuki yaşlılar da iştirak edirdilər və nə qədər maraqlı sual verirdilər. Hamını filosofları və sosioloqları fəlsəfənin gələcəyi maraqlandırır. Fəlsəfənin gələcəyi də süni intellektlə bağlıdır və bu məsələlər onu göstərir ki, yaxşı mövzular müzakirə olunursa, gənclər həmişə maraqlanırlar. Amma belə maraqlı mövzu yoxdursa, fikir belə yarana bilər ki, filosoflar, gənclər fəlsəfə ilə maraqlanmırlar. Bəli. Mövzu demək gərək ki, maraqlı olsun. təqdimat İlham bəy çox önəmlidir. Əgər biz hansısa bir elmin təqdimatını necə veririk və bu haqda kimlər nə danışır? Hər zaman deyirəm ki, bir elmə sahib olan və söz haqqına sahib olan insanlar o haqda danışanda daha doğru düzgün olur. Elə bu da bizim bir yaralı yerimizdir ki, baxın İlham bəy də vurğuladı ki, fəlsəfəyə qarşı maraq günü-gündən artır. Gənclər arasında maraq yoxdur deyə bilmərik. Reallıq, gerçəklik tam başqadır. Bax, Elmir bəy, sosial şəbəkələrdə mənim ən yaralı yerimdir İlham bəy, özlərini filosof kimi təqdim edənlər, amma danışdığı zaman o qədər bəsit və dar düşüncəyə sahib fikirlər danışarkən bir kütlə də baxır və zənn edir ki, elə fəlsəfə bundan ibarətdir. Bizim ən yaralı yerimiz. Hətta süni formada özlərində yaradılmış fəlsəfə və sosiologiyanın adı altında akademiyalar yaranır. Biz artıq sosial şəbəkədə yəqin ki, yetərincə qarşımıza çıxır və onların da kütlə də izləyiciləri var. Bu akademiyanın gedişatı ilə, ümumiyyətlə bir təməl strukturu ilə maraqlananda heç görürsən ki, burada nə sosiologiya, nə fəlsəfənin heç bir anlayışının heç qolu, budağı belə yoxdur. Amma bu ad, bu nədir? Bu xəstəlik psixoloji bir pozuntudur. Bu statusdurmu ki, demək istəyir ki, mən fəlsəfə ilə filosofam, maraqlanmaq istəyirəm. Nədir bu gedişat? Təəssüf ki, son dövrlər biz sosial şəbəkədə, sosial şəbəkə elə bir segmentdir ki, o dünyada tam idarə olunması mümkünsüz bir sahədir də. Və təəssüf ki, orada bax bu yalancı filosoflar, yalancı sosioloqlar, saxtakar, dələduz və hətta mən deyərdim cinayətkar psixoloqlar ki, bunlar heç bir o ixtisasın sahibi deyillər böyük əksəriyyəti. Və özü də həmişə vurğulayırlar ki, İlham müəllim, yəni diplom, təhsil, nə verir ki, əhəmiyyətli deyil. Çünki onlar öz əsl sənətləri ki, dələduzluq, nalayiqlikdir. Orada ki, axı diplom yoxdur, öz əsl sənətləri ilə elmi qarışıq salırlar. Və doğrudan da o pafoslu səslənmək üçün akademiyalar, universitetlər, institutlar, hansı ki, onlar onun hamısı o xəstə fantaziyalarının təxəyyülünün məhsuludur onların. Real bir, heç nə dayanmır onun arxasında. Üstə gələk də, inanın, təəssüf ki, onlar o qədər müəyyən məbləğdə pullar qazanırlar. İnsanların məlumatsızlığı üzərindən, insanların xəbərsizliyi üzərindən və təsəvvür eləyin kimsə axtarış verəndə fəlsəfə ilə bağlı, sosiologiya ilə bağlı, psixologiya ilə bağlı və bunu görəndə həmin o mərkəzləri, dırnaqarası akademiyaları insanlar elə zənn edir ki, demək bura hörmətli, nüfuzlu bir yerdir. Hələ bir təsəvvür eləyin hər hansı bir xarici. Təsəvvür edin, bir tərcümədə Azərbaycan dilinə tərcümə eləsə, bu səsləndirdiyimiz sözləri və axtarışa versə, onların qarşısına həmin o Şaraşkin kontorları çıxacaqdır və onların təsəvvürü nə olacaq bizim haqqımızda? Bu, mən düşünürəm ki... Maraqlı danışdınız. Biz bilirik ki, sosial media bugün təsiri böyükdür.
Və mən hətta hesab edirəm ki, sosiologiya yalnız sorğular yox, həm də sosial medianı öyrənməlidir. Bu vacib məsələdir. İkinci məsələ, bilirsiniz, həmişə olub ki, kimsə hardasa təsir edir, amma nə filosof, nə alimdir. Təsir məsələsi bəzi insanlarda hələ bil ki, bir gücdür, bir təsir edici bir gücdür. Elə adamlar var və onlara biz nə edək? Bu, necə deyirlər, olur ki, onlar dərin fikrə malikdir. Olur ki, belə şeylər danışırlar ki, aydın deyil, nəyə burada inanmaq olar, amma olur ki, millət inanır. Belə dərin mən belə bir fəlsəfi sistemləri bu sosial mediada görmürəm. Əksinə deyərdim ki, paxıllıq çoxdur, nifrət çoxdur sosial mediada, yalan çoxdur. Belə bir tərəfdən süni intellekt imkanlar yaradır ki, və biz bugün seminarımızda bundan danışırdıq. İmkan yaradır ki, dəqiq biliyi əldə edək. O bir tərəfdən, axı onu axtarmaq lazımdır. O torlarda hər şey var. Amma onu axtarmaq və tapmaq özü bir elmdir. Onu bacaran nadir hallardadır. Amma təsir etmək adama belə insanlarda olur da güc. Psixologiyada bəziləri öyrənirlər. Kifayət qədər sosial mediada diqqət psixologiya çoxdur. Fəlsəfəyə biraz azdır. Mən sizə deyim, nə qədər adam bizim instituta gəlir və neysə yazırlar, pozurlar. Bütövlükdə bu istəkləri çox gözəl bir istəkdir. Onlar istəyirlər öz yazısı ilə kiməsə təsir etsinlər, yaxşı ideyalar versinlər. Nə gözəl. O bir tərəfdən bu elə zəif yazılardır ki, onların elmiliyi yoxdur. Sıfır səviyyəsindədir. Sonra şeirdən çoxlu yazan gəlir. Hamı hesab edir ki, Nizamimiz var, Vüsulimiz, Nəsimimiz. Bu deməkdir ki, hərəsi ola bilər, bu necə deyirlər, şeiri fəlsəfə ilə bağlaya bilər. Bu çox nadir şeydir. Bəli. Nizamilər yaxşı olardı ki, çox olsun, amma Nizami tekdir. Və dərin filosoflar da tekdir. Onlar hərəsi ola bilməz. Maraq ola bilər. Həyif ki, hamı istəyir belə də diqqətdə olsunlar. Sosial mediada diqqət çox böyük yer tutur. Bəziləri deyir ki, mənə like 1000 nəfər verdi, 1500 nəfər verdi. Like kiminsə xoşuna gəldin. Bu demək deyir ki, sənin dərin fəlsəfi fikrin var. Sonra mən sizə deyim, fəlsəfə axı elmdir. O izah edir, o neysə dəqiq məsələ qoyur ortaya. Onunla maraqlanan hövsəsi çatmaz. Adi insanın, küçədə gəzənin. O istəyir ki, yüngül bir şey eləsin. Yüngül də o elmlə bağlı şey deyil. Elm çetin bir məsələdir. Hətta həm ictimai elmlər çox çətindir, həm humanitar elmlər, dəqiq fundamental elmlərdən danışmıram. Elm böyük axtarış tələb edir, yaradıcı güc tələb edir. Bu hələ belə şey deyil. Bəli, bunun üçün maraq yetmir, yetər. Burada elmi peşəkarlıq və xüsusi istedad, elmi peşəkarlığa söykənəcək bacarıq mütləq tələb olunur. Bizim telefon xəttində tamaşaçımız gözləyir. Mümkünsə icazənizlə tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir olsun İlbiyə xanım. Sizə çox təşəkkürümü bilirəm ki, İlham müəllimi verilişinizə dəvət etmişsiniz. İlham müəllim sizi xoş gördük. İlham müəllimin bütün bir neçə konferanslarında iştirak etmişəm. Daima bizim kimi gənclərə dəstək olubdu. Təşəkkürümü bildirmək üçün zəng vurmuşam sizə. Biz təşəkkür edirik. Çox sağ olun. Sizi bir gəncin sizin elmi konferanslarda iştirak edir və bizə nə dərəcədə dəstək olduğunu ondan ötürü sizə böyük bir təşəkkür edir. Ola bilsin ki, tələbələrdən və Elmi Akademiyasına konferansda iştirak edənlərdən biridir. Elə bizim efir başlamadan öncə də bizim elə redaktorlar bildirdi ki, anonslar efirə belə gedərkən neçə insanın zəngi olub ki, nə gözəl ki, İlham bəy bugün sizin qonağınızdır. Demək, bilirsiniz İlham bəy, hər zaman deyirəm ki, nə qədər zaman
keçsə də, elmli, bilikli insanlar kənarda diqqətsiz qalsa, fikirləri söylənsə də, əslində reallıq bu deyil. İctimai nüfuz qazanmaq çox çətin məsələdir. Yəni, bugün biz sosial şəbəkədə hansısa bir dırnaqarası qəhrəmanlıq edib bugün fenomen ola bilərik. Amma bu müəyyən dönəmə qədərdir. Amma köklü, belə deyək də, mənəviyyatı zəngin olan insan, yəni alim bəlkə də mənəviyyatı zəngin olmadan o anda bir az axsaq ola bilər. Amma mükəmməl insan görünüşünü, tablosunu yaratmaq, bu qədər insanların hörmətini qazanmaq bu asan məsələ deyil ki, siz onlardansınız, necə də şanslısınız. Nə yaxşı ki, sizi tanıdıq. Reklam fasiləsinə ayrılırıq. Fasilədən sonra yenidən müzakirəmiz davam edəcək. Reklam fasiləmiz bitdi, müzakirəmiz davam edir. Xatırladaq ki, fəlsəfə və sosiologiyanın müasir həyatımızda rolu, inkişafı haqqında danışırıq. Qonağımız isə dəyərli professor İlham Məmmədzadədir. Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru. Eyni zamanda da bizim dəyərli psixoterapevt doktorumuz Elmir Əkbər. İlham bəy, Elmlər Akademiyasının bilirik ki, təbii ki, bizdə paytaxtda böyük bir, geniş bir ərazini özündə əhatə edən bir binaya sahibdir. Fəaliyyəti misilsiz və solsuzdur. Bir nümayəndəlik, bir filialı deyərdik, Naxçıvan Muxtar Respublikasında da fəaliyyətdədir. İşgüzar bir filial var Naxçıvanda və çoxlu əsərlər yazırlar, çap edirlər, böyük işlər aparırlar. Tarixdə, dilşünaslıqda, ictimai məsələləri ilə də maraqlı işləri var və onun da böyük, çox maraqlı alimlərdən biridir Azərbaycanın. Bəli, bu nümayəndəliyin, bəli, akademikdir. Nümayəndəliyin bizim Ali Baş Komandanın səy nəticəsində biz artıq yenidən özümüzə birləşdirdik və azadlığa qovuşduğumuz gözəl bir Qarabağımızda. Necə ki, Qarabağ Universitetində artıq orada təkmilləşmələr, tədbirlər, yenidən fəaliyyəti necə ki, möhtəşəm formada gedir. Bunun nümayəndəliyi və filialının orada açılışı nəzərdə və planda varmı? Belə fikirlər var, planlar da var. Və bu vacib məsələdir. Ona görə ki, Qarabağ bir tərəfdən Azərbaycanın mədəni bir yeridir. Tarixdə böyük yer tutur. Bu aydındır. Həm də keçmişimiz də Qarabağla bağlıdır. Ona görə, misal üçün, orada arxeoloji tapıntılar aparılır bugün də. Çox maraqlı işlər aparılır. Akademik Arxeoloji İnstitut. Universitet orada açıldı, çox vacib məsələdir. Siz fikirləşin ki, Qarabağın universiteti neyi göstərir dünyaya? Onu göstərir ki, Azərbaycan orada həmişəlikdir. Azərbaycan elmə, biliyə açıqdır. Ona görə orada akademiyanın da filialın açılması vacib məsələlərdəndir. Sonra bilirsiniz, orada universitetin olması, akademiyanın olması həm də ideoloji məsələdir. Ona görə ki, aeroportlar açılır, çoxlu qonaqlar gəlir. Bəli. Və vacibdir ki, görsünlər ki, Azərbaycan milləti elmə, biliyə hansı diqqət verir. Mən bilənim, bu çox vacib məsələdir. Sonra, bilirsiniz, yeni universitetlərin açılması vacibdir ki, ona görə ki, təhsilin gələcəyi aydındır ki, görməliyik necə olacaq sabahki universitet. Bugünkü universitetlər olur ki, bizi qane etmir. Ona görə yeni yerdə, Qarabağda, yeni universitetin böyük bir mənəvi gücü olacaq və olub. Bu məsələlər mən biləni çox vacibdir və çox belə müdrik bir qərar qəbul olunub. Və inanıram ki, universitetin gələcəyi çox təsirli olacaq. Hətta bizdə indi burada təhsil alan, Bakıda təhsil alan bir sıra tələbələr artıq o qədər can atırlar ki, həmin o Qarabağ Universitetində təhsil alsınlar və hətta mən bir neçə müəllimə tanıyıram ki, artıq uzun illərdir pedaqoqlar var ki, kaş ki imkan olsa mən də orada dərs desəm. Əslində bunun təbliğatı, bəli. Kifayət qədər gənc filosoflar, sosiologlar istəyərdilər orada olsunlar, orada dərs desinlər və s. Bu istək var. Bizim telefon xəttində tamaşaçımız var. Eşidək sizi, axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir olsun, Zülfiyə xanım. Axşamınız xeyir. Sizə təşəkkürümü bildirmək istəyirəm ki, belə bir aktual mövzunu siz bugün təşkil eləmişsiniz. Mənim sualım
hörmətli İlham müəllimədir, sosiologiya ilə əlaqədar. Biz bilirik ki, indi hamımız savadlı adamlarıq ki, soçus, yəni latın dilində cəmiyyət deməkdir. Logos isə Yunan dilində elm deməkdir. Yəni, bugünkü insanların cəmiyyətə olan sosial davranışları, sosial münasibətlərin nümunələri, sosial əlaqələr, ümumiyyətlə gündəlik əlaqə, mədəniyyət aspektləri. Bugün xüsusilə mən sual nədən ibarətdir? İlham müəllim, zəhmət olmasa, siz əlbəttə ki, hamıdan yaxşı bilirsiniz bu mövzunu. Bugün gənclər arasında, gənclər xüsusilə yeni yetmələr, gənclər arasında bu cür problemlər nədən ibarətdir, nə ilə əlaqəlidir? Təşəkkürümü bildirirəm. Çox sağ olun. Biz təşəkkür edirik. Yaxşı sualdır. Hamımız maraqlanırıq, hamımızın uşaqları, nəvələri var. Ona görə onların gələcəyi bizi çox narahat edir. İstəyərdik ki, bilikli olsunlar. İstəyərdik ki, uğurlu olsunlar. Bu deməkdir ki, istəyirik ki, cəmiyyətimiz bilikli adamlara diqqətli olsun. Onlara nə lazımdır ödəsinlər, imkanlar yaratsınlar. Olanda olur, olmayanda olmur bu. Aydındır bu. Amma çalışırıq ki, belə olsun. Sosial mediada, sosioloji sorgularda biz çalışırıq ki, bir məlumat alaq. Deməzdim ki, biz sorğu çox keçirdirik. Sorğuları daha çox mərkəzlər keçirdirlər. Onların imkanları daha çoxdur. Amma sorğu məlumat verir, amma məlumatı izah etmək, təhlil etmək lazımdır. Ona görə mən axır vaxtlar çalışıram ki, sosiologiyanı fəlsəfə ilə birləşdirək, sosioloji sorğunun nəticələrini fəlsəfə gərək müzakirə etsin müəyyən mənada. Biliyə gəlsin ki, cəmiyyətdə hansı dəyərlər bugün qəbul olunur, hansılardan imtina olunur. Misal üçün maraqlıdır. Alimlər daha çox keçmişlə maraqlanırlar. Amma gənclər daha çox gələcəklə maraqlanırlar. Bu, necə deyirlər, dispozisiya o qədər də yaxşı deyil. Ona görə ki, elm çalışmalıdır, yalnız keçmişlə yox. Gələcəyi də izah etməlidir. Hara biz gedirik? Hansı sabahki günümüz necə olacaq? Özdə söhbət yalnız iqtisadi məsələlərdən yox, həm də bizim, necə deyirlər, şuurumuzdan gedir. Biz, kimliyimiz necə olacaq və s. Bilirsiniz, maraqlıdır. 1-2 gün bundan öncə Böyük Azərbaycan, İranın vətəndaşı olan Azərbaycanlı böyük filosof Cavad Heyətin konferansını öz institutumuzda keçirdik. Maraqlıdır. Elə yaxşı Oğuzlardan, onların tarixindən yazan alimlərdən biri olub. Rəhmətə gedib 100 illiyini qeyd edirdik. Amma olur ki, biz belə dərin keçmişi işləri diqqətsiz keçiririk. Amma özümüz öz belə çox belə zəif işlərimizi keçmişdən yazırıq və onlarla da hətta ruhlanırıq. Reallıqda isə keçmişə işlər diqqət olmalıdır, amma əsas məsələ bugünkü gün olmalıdır. Və sosiologiya elmi bugünkü günün, necə deyirlər, bizim şuurumuzda hansı problemlər, hansı dəyərlər gezir, onları açmalıdır. Mən sizə deyim, gənclərimiz yaxşıdır. Bu bir mənalıdır. Ağıllıdır və biliyə istəklidir. Amma bilik istəyirlər, amma nail ola bilmirlər. Və olur ki, belə yüngül cavablar axtarırlar bugünkü çetin problemlərə. Bəlkə də bu gəncliyə məxsusdur, amma reallıqda dərinlik olsaydı pis olmazdı. Baxır ki, misal üçün, kompüterində tez cavab axtarır və hesab edir ki, cavabı var. Reallıqda isə bu çox böyük bir problemdir. Cavab tapmaq kompüterin işi deyil. Cavab axtarmaq özü bacarmalıdır. Araşdırmaq. Ya gənc, ya yaşlı adam o başa düşməlidir ki, təcrübəsi var, onu fikirləşməlidir. Sonra deyərdim ki, universitetlərdə böyük işlər aparılır, aydındır. Yaxşı universitetlərimiz var. Amma hələ də çoxlarımız hesab edir ki, əsas məsələ kağızdır. Yaxud əsas məsələ xarici dil bilməkdir.
Bu çox yaxşıdır, onu heç kim inkar etmir. Amma xarici dili bildin, ona nəyə nail olursan, nə edirsən? Yaxşı əsər tapırsan, oxuyursan, tanış olursan, yaxud belə də çox maraqsız bir adi seriallara baxırsan. Bilirsiniz ki, misal üçün, hindi seriallarla o qədər gənclər məşğuldurlar ki, hələ bir ki, əsas məsələ seriala baxmaqdır. Və onları təhlil etmək, onların bəzi obrazlarını bizə qəhrəmancasına təqdim edib, onlara etalon kimi bizə təqdim etmək. Elə bəlamız da daha çox, İlham bəy, oradan başlayır. Mən bir məsələyə də toxunmaq istəyirəm. Sosiologiya ilə bağlı ilə sual vermişkən tamaşaçımız, sosiologiya özü çox ciddi bir elmdir. Elə Elmir bəy, bunu psixologiyaya da mən bağlayacağım, mümkünsə cavablandırarsınız. Demək ki, bu təbii ki, bilirik ki, gündəlik həyat tərzimiz, ictimai faktların, proseslərin, rastlaşdığımız gündəlik həyat tərzimizi müşahidə etməkdir. Onları təhlil etməkdir və sistemləşdirməkdir ki, bunu hər kəs bacarmır. Bugün sosioloq anlayışı, sosioloq kimdir sualını çox istəyərdim ki, bir qısaca bu suala toxunuş edəsiniz. Və sosioloq deyəndə biz kim olaraq dərk etməliyik və bizim düşüncəmizdə bu kim olaraq formalaşmalıdır? Şuur altımızda, dərrakəmizdə, təfəkkürümüzdə fərq etmir. Niyə görə soruşuram? Çox bəsit və bayağı bir vəziyyətə gəlmişik. İstənilən sahənin, mən deyərdim ki, artıq bir virgül qoyularaq sonucda sosioloq olaraq adlandırmalar başladı. Hətta psixoloqların böyük bir kütləsi özlərini mən psixoloq və sosioloqam. Sosioloq olmaq üçün uzun illər və böyük bir etaplar keçməyə lazımdır. Bu adi bir elm deyil. Bax, bu haqda istəyirəm bir toxunaq buna. Yaxşı sualdır. Bilmirdim ki, belə maraq oyanıb sosiologiyaya. Aydındır ki, yaxşı sosioloqlar vaxtilə olub. Onlar prinsip fəlsəfədən ayrılıblar. Ona görə ki, sosio zəng edən dedi ki, bu cəmiyyətdir. Cəmiyyətlə fəlsəfə məşğul olub. Amma fəlsəfənin biliyi biraz hansısa mənada ümumidir. Sosiologiya isə konkret məlumat alır ki, insan bu ya başqa məsələ ilə nə fikirləşir. Sorğu ilə, yanaşma ilə, necə deyirlər, o məlumatı aldı. Yaxşı. Maraq oyandı, sosioloq bu cəmiyyətdir. Bu deməkdir ki, cəmiyyətdə hansı ideyalar, hansı dəyərlər, hansı addımlar atılır, yaxud hansı münasibətlər oyanır insanların bir-birinə. İnsanların bir-birinə deyəndə biz psixologiya, sosial psixologiyaya yanaşırıq. Sosial psixologiya öyrənir ki, insanlar, fərdlər bir-birinə hansısa məsələdə necə münasibəti qururlar. Bu maraqlı bir elmdir. O prinsipi, o sosioloji bir elmdir. Sosiologiya yaxındır. Başqa məsələdir ki, başqa da elm var, psixologiya. O konkret olaraq insanla bağlıdır. O təbiəti ilə bağlıdır. Bilirsiniz ki, biz necə deyirlər, təbiətimiz çox maraqlı bir təbiətimiz var. İnsanın, onun şuuru var, bədəni var, beyni var və onun necə deyir, hissləri var. Bu necə işləyir? Bu psixologiyanın işidir. Misal üçün, Sovet vaxtında çox böyük psixoloqlar vaxtilə var idi. Misal üçün, Pyotr Yakovleviç Galperin, Moskva Dövlət Universitetin, mən orada təhsil alanda orada dərs deyirdi. Çox tanınmış psixoloqdur. Yaxud Vygotsky. Biz bir neçə il öncə Vygotsky'nin yubileyini Bakı Universitetində keçirmişdik. Bu deməkdir ki, belə böyük psixoloqlar olur. Amma böyük psixoloq həmişə fəlsəfəyə yanaşmaq istəyir. Ya Vygotsky, ya Galperin, onların çox maraqlı psixoloji fəlsəfi ideyalar var. Bu deməkdir ki, misal üçün, insan, fikir, yaddaş, cəmiyyət, onların münasibəti necə qurulur? İnsan nədir? Cəmiyyətdən asılıdır, ya cəmiyyət insandan asılıdır? Çox belə vacib, böyük bir məsələdir. Yaxud belə bir ideya var, kollektiv şuur. Bu nədir? Bu bizi birləşdirir, ya
biz onu birləşdiririk. Bu bir mənalı məsələ deyil. Ona görə fəlsəfə, sosiologiya, sosial psixologiya belə məsələlərlə məşğuldurlar. Sonra xarici təsirlər nədir? Bu da çox maraqlı məsələdir. Misal üçün, bunu öyrənmək lazımdır. Bu təsirlər indi çoxalıb. Bu onlayn təsirlər tək bir-birimizə təsir etmirik. Kanallardan, xarici seriallardan danışdıq. Onların da təsiri bizə var. Bu təsir nədir? Bizi harasa başqa yerə aparmaz, bağışlayın, məni zarafat kimi çıxır. Bu maraqlı məsələlərdir. Bu onu göstərir ki, aktuallıq, lazımlıq fəlsəfənin, sosiologiyanın və sosial psixologiyanın böyükdür. Psixologiya da vacibdir. Ona görə ki, şuur və bədən məsələsi psixoloji böyük bir problemdir. Biz olur ki, bədəni unuduruq, amma o bizi unutmur. Biz bu məsələ necə baxılmalıdır? Alimlər buna necə baxır? Həyif ki, bilirsiniz, yaxşı psixoloqlarımız, mən Rusiyanın psixoloqlarını, keçmişin daha doğrusu psixoloqları yadıma saldım. Amma müasirlikdə bizə yaxşı psixoloq çox çətindir tapmaq. Ona görə bu yerləri küçədən gələnlər olur ki, sosial mediadan gələn adamlar tutur. Yaxşı psixoloq olması vacibdir ölkə üçün, insan üçün. İnsan üçün, bəli. O necə deyirlər, o aydındır ki, həkim deyil. Amma həkimliyi var. Bu deməkdir ki, maraqlanan psixologiyanın var. Mən bir neçə Azərbaycanda yaxşı psixoloqla uzlaşmışam, görmüşəm, danışmışam, var. Amma çox deyil. Bilirsiniz ki, misal üçün, ailə problemləri, psixoloq lazımdır. Təl-təl şuur problemi, psixoloq lazımdır. Olur ki, gənclər böyük stres keçirdirlər, psixoloq lazımdır. Amma bəziləri hesab edir ki, fəlsəfə bu işlə məşğul ola bilər, yaxud sosiologiya. Bu yanlış fikirdir, bu bizim işimiz deyil. Biz necə deyirlər, diaqnoz verə bilmərik. Amma dünyada vaxtı ilə, misal üçün, Freyddən danışan, çox hamı bilir Freydi də, psixoanalitikin. O aydındır ki, həm böyük fəlsəfi yanaşmaları olub. Böyük psixoloqlar vaxtı ilə həm filosof olublar, həm tanınmış həkimlər olublar və s. İndiki şəraitdə pis olmazdı ki, belə böyük alimlərimiz olsun, amma belə də çətin problemdir. Necə o əmələ gəlir? Bu aydındır ki, təbiətin bir sirridir. Hardan böyük adamlar gəlir. Bəli, onlar əslində fenomen doğulmaq lazımdır ki, fenomen olasan. İkinci reklam fasiləmizə keçid alaq. Qısa aradan sonra yenidən müzakirəmiz davam edəcək. Reklamlar. Reklam fasiləmiz bitdi, müzakirəmiz yenidən davam edir. Mövzuya keçid almazdan öncə Tibet Uzun Ömürlər Klubu və Sağlamlıq Mərkəzi haqqında istəyirəm qısaca danışım. Dənizin sahilində yerləşən çox gözəl bir məkanda Tibet bilirik ki, dünyada unikal bir müalicə metodudur və məhz burada anadan gəlmə xəstəlikləri çıxmaq şərti ilə sonradan yaranan bütün növ xəstəliklərin müalicə və terapiyası aparılır. Təbii ki, dərman preparatlarının istifadəsi və qəbulu sırf olaraq mütəxəssislər tərəfindən qrafik formada həyata keçirilir. İmkansız ailənin övladlarına müalicə tam təmənnasız aparılır. Efirdə görsənilən, ekranda görsənilən əlaqə nömrələri ilə bağlı sizi maraqlandıran, düşündürən suallarınızı və fikirlərinizi bu nömrələrə zəng edərək bildirə bilərsiniz. Hər birimizə sağlam can arzulayıram. Hər zaman deyirəm ki, İlhan bəy, sağlam candan öncə də sağlam ruh arzulayıram. Çünki sağlam ruhun formalaşmadığı bir bədəndə, bir cisimdə sağlam bədəndə olmur. Necə ki, psixologiya elmi məhz insanların ruhsal dünyasını, bəzən də buna mənim çox hörmət etdiyim bir şəxs hər zaman deyir ki, psixoloqlar ruh mühəndisləridir. O adı onlara qoyub, nə qədər gözəl bir bənzətmə ki, yəni rengin insan, canlı insan özüdür. Biz onları bir də heç bir tomografiya yoxlanış, rengin etmədən insanları danışaraq, düşüncə və fikirlərini alaraq, o dünyalarına vararaq nə baş verdiyini bilirik. Burada bəlkə də elə filosof olmaq
olmaq da lazımdır, sosioloq olmaq da lazımdır. O sənətin sahibiyik deyil. Amma onları maraq dairəmizdə yetərincə bilgilənmək mütləqdir ki, bir insanı kəşf edə bilək də, insan insanı necə tanımalıdır, düz deyil İlham bəy? Bu yaralı yerimizə toxunurduq, bayaq sosioloq məsələsi ilə bağlı. Doktor dedim, psixoloqların özlərini sosioloq adlandırması nədən başlayıb maraq? Bu da bu dediyim kimi filosof olmaqda bir statusdurmu? Bir özlərinə bir şan şöhrət anlayışıdır. Tək elə belə maraqlar olsun, amma bu maraqlar altında bu elmə də bir yiyələnmək də olsun. Amma əslində adı götürmək çox rahatdır, amma onu daşımaq məsələsi var. Nə dərəcədə onu daşıya biləcəyik? Düzdürmü? O etibarı nə dərəcədə doğrulda biləcəyik. Çünki biz danışanda düşünməyək ki, hamı elə o insanların öz səviyyəsində ona baxan intellekt insanı, ziyalısı, akademiki, alimi var. İnsan nə dərəcədə özünə bu qədər cəsarətli olmalıdır ki, belə danışsınlar. Bu da artıq mövzunun başqa bir tərəfi. Bunu saatlar danışsaq yetməz. Bir də bu xaricdə təhsil, bizim bizdə olan təhsilin xaricdə diplomlarımızın tanınma məsələsi. İlham bəy, bir gənc alimin özünü alim olaraq təqdim etmişdir, amma anonim olaraq imza qoymamışdır. Mən bu yaxınlarda Facebook səhifəsində oxudum. Demək ki, bildirir ki, bizim yaralı yerimiz, bizdə təhsil alan, elə istər gənc alimlərimizin, belə deyək də artıq müəyyən bir peşə sahiblərinin, həkimləri də orada vurğulamışdı ki, xaricdə onların diplomlarının nüfuzu ümumiyyətlə qəbul edilmir. Mən düşüncəm bir mənalı, yəni mən bunu ümumiyyətlə nə dərəcədə reallıqdır bilmirəm. Bunu istəyirəm siz bir toxuna. Siz bizdə təhsil almışsınız təbii ki ölkəmizdə, eyni zamanda xaricdə təhsil almışsınız və bu transfer olacaq bəlkə də yeganə həkimlərdən sizə hər iki tərəfin təhsili ilə maraqla. Buna yanaşma, yəni reallıq həqiqətən bu özünü göstərir, budurmu, yoxsa sübuta yetirmədiyimiz bir fikirdir? Hər zaman deyirəm, bir fikir söylənəndə onun təsbitini vermək lazımdır. Bilirsiniz, məndə çox təəssüf doğurur ki, insanlar bilmədiyi mövzulara müdaxilə edirlər, öz 5 qəpiklərini qoymaq istəyirlər, rusların məşhur fikrindəki kimi, özlərini sadəcə gülünc yerinə qoyurlar və azdır ki özləri və bilirsinizmi, həm gəncləri məyus edirlər, həm də o fikirlər hardansa, indi sosial şəbəkələr, internet üzərindən bütün dünyada əl çatardı. Hansısa bir xaricdən kimsə tutalım, daxil oldu. Azərbaycan elminin, təhsilinə maraqlandı və elə insanların fikirləri, müsahibələri qarşısına çıxanda bu bizim özümüzün ölkə olaraq nüfuzumuza bir xələl gətirir. Elmimizi şübhə altına qoymaqdır təhsilimizi. Təəssüf ki, o fikri səsləndiriblər, amma fakt nədən ibarətdir? Çox mən üzr istəyərək İlham müəllimdən mən bunu səsləndirəm. Təbii ki, sizin yanınızda mənim elmlə danışmağa düşünürəm, haqqım yoxdur. Bu belədir də var. Bilirsiniz, mən bəli, Azərbaycanda ilk təhsilimi almışam, sonra Avstriyada təhsil almışam. Azərbaycan diplomları çox gözəl də tanınır. Bəli, Azərbaycan alimləri də tanınır, Azərbaycan diplomları da, təhsili də tanınır. Ayrı məsələ ki, orada ayrı bir məqam var. Birincisi, xaricdə bir insan təhsilini davam elətdirmək üçün və yaxud da çalışmağı üçün başqa şərtlər də var. Məsələn, ən azı xarici dili bilmək lazımdır da. Yəni, təəssüf ki, bəzən dil bilgiləri olmayan insan gedib işləmək istəyir xaricdə, fikirləşir ki, necəsə yola verəcək. Amma orada akademik dil bilgiləri tələb olunur. Və Azərbaycanda da biz bilirik ki, tarixən kifayət qədər rus dilini, ingilis dilini bilən bizim mütəxəssislərimiz və alimlərimiz olubdur ki, hansı ki, onlar çox ölkələrdə onlar fəaliyyət göstərə biliblər və göstərirlər. Və indi də böyük maraq var. İngilis, rus dilindən əlavə Alman və fransız dilini bilən gənclərimiz var. Maşallah, bu dəqiqə Almaniyada hər bəlkə də 10 həkimdən biri Azərbaycanlı həkimlərdir. Niyə də yox? Və ikinci bir məsələ odur ki, fərqi yoxdur. Siz lap Oxfordda, Cambridgedə, Harvardda təhsil alın, əsl Harvardda. İndi bu dəqiqə hamı arzularını gerçəklik bilir, amma əsl Harvardda təhsil alın, hansı ölkəyə gedirsinizsə gedin, siz orada praktik peşə fəaliyyəti göstərməyiniz üçün bəlli imtahanlar verməlisiniz və diplomunuzun həqiqiliyini sübut eləməlisiniz. İndi bu dəqiqə əvvəllər deyirdik, gedib xaricdən kimsə saxta vərəq alıb gətirir Şaraşkin kontorlarından. İndi elə özləri Photoshopla özlərinə hansısa bir xarici universitetin diplomunu evdə hazırlayan canilər də var. Onlar Azərbaycan Təhsil Nazirliyi və müvafiq olaraq ixtisasdan asılı olaraq və Azərbaycan Səhiyyə Nazirliyinin təsdiqi olmalıdır ki, o insan sübut eləsin ki, o Azərbaycanda fəaliyyət göstərə bilər. Eləcə də bütün digər ölkələrdə təhsil tanınır.
alimlərimiz tanınır. Sadəcə olaraq elə sahələr var ki, bu da aslında hansı sahədir? Məsələn, tibb sahəsi, psixologiya sahəsi. Bu sahələr praktik fəaliyyət tələb edir deyə orada müəyyən imtahanlar verməli və bu diplomun həqiqiliyini sübut eləməlidirlər. Bəli. Bu da ayrı məsələdir və bir də ən vacib məsələ odur ki, Azərbaycan elminin böyük korifeyləri var və bilirsiniz, sərkərdə təkcə hərbidə deyil, həmçinin jurnalistikada var, həmçinin bizim elmimizdə də var. Elmimizdə də var ki, bizim elm sahəsində fəaliyyət göstərən alimlərimiz Azərbaycanın milli maraqlarını, Azərbaycan elminin maraqlarının sərhədlərini qoruyur. Azərbaycan sərhədlərini qoruyur. Xaricdə Azərbaycanın simasıdır və İlham müəllim məhz elə generalissimus deyərdim mən. Bəli, İlham müəllim, bilirsiniz niyə? Burada bir vacib məsələ də var. Bayaq Cavad heyətinin adı səsləndi. Cavad heyətidir, Lütfizadədir, İlham müəllimdir. Bizim elmimizin korifeyləridir bu insanlar. Mən istəyərdim ki, bizim gənc ailələr belə şəxsiyyətlərimizi öz evladlarına nümunə göstərsinlər. Bəli, mədəniyyət sahəsi də, idman sahəsi də uşaqların tərbiyəsində örnək ola bilər, kumir ola bilər, amma bizim belə alimlərimiz var. İlham müəllimin hər dəqiqəsi, bilirsiniz, mən özümü o qədər xoşbəxt bir insan hesab edirəm ki, bu əsrdə yaşamışam ki, mən İlham müəllimdən canlı ünsiyyətdə ola bilmişəm. Mən düşünürəm ki, bax bu dəyəri ailələr öz evladlarına tərbiyə verərkən çox bunun üzərində dayanmalıdırlar. Məhz alimlik dərəcəsi, alimlik adı, fəaliyyəti nədir deyə bu insanların məhz şəxsi, belə də elmi peşəkarlıq fəaliyyətindən öyrənməliyik. Ülviyə xanım, bir vacib məsələni də mən deməliyəm ki, baxın, bu tamaşaçıdan da üzr istəyirəm, qısa deyəcəm fikrimi ki, doğrudan da insanın, bayaq dediniz, doğuluşdan, elə şeylər var, o doğuluşdan olmalıdır. İntellekt, alicənablıq, ailə və genlərdən irəli gəlir. Bilirsiniz ki, Azərbaycanda çoxlu elm hövzələrimiz var və eyni zamanda bugünkü gün Azərbaycan vətəndaşları gedib xaricdə də görürsünüz ki, doktorantura oxuyanlar, imkanlar var, açıqdır və təqaüdlə də gedə bilirlər. Ancaq nə qədər xaricilər də mən tanıyıram ki, gəlirlər məhz Milli Elmlər Akademiyası Fəlsəfə Sosiologiya İnstitutunda İlham müəllimin qanadı altında, himayəsi altında müdafiə edirlər. Və mən də istəyirəm ki, tamaşaçının o zəngindən sonra İlham müəllim, icazənizlə bir sual da mən verim. Siz bu qayğını, siz bu münasibəti orada necə qurmusunuz ki, niyə görə insanlar başqa yerlərə yox, məhz sizin kölgənizə sığınır? Gənc elmə can atan insanlar. Niyə görə xaricdən gəlirlər? Son zamanlar axın həddindən artıq çoxalıb, maraq çoxalıb. Ətrafında kimsəni eşidirəm, hamı deyir ki, mən müdafiə edəcəm fəlsəfə və sosiologiya üzrə. Amma halbuki onun bakalavr təhsili, onun peşəsi tam fərqli bir yönə. Demək ki, bu sevgini yaratmaq üçün də insanda xüsusi bir... Bax, onun sirrini İlham müəllim zəhmət olmasa bölüşər. Bəli, bizimlə bölüşərsiniz. Telefon xəttində tamaşaçımızı gözlətdi, üzürlü saysın. Əgər ayrılmayıbsa, eşidək sizi. Axşamınız xeyir, buyurun. Axşamınız xeyir, Ülviyə xanım. Sizi sevə-sevə istəyirik. İlham müəllimi də salamlayırıq, İlmir bəyi də salamlayırıq. Bəli, İlham müəllim bugün Azərbaycan vətəndaşlarına, Azərbaycan cəmiyyətinə, Azərbaycan tələbələrinə çox böyük dəstək, qayğı göstərir. Xaricdə təhsillə danışdınız, xaricdəki təhsillər. Mənim bir yaxın qohumum vardı, doktorantura təhsili almışdı və məhz İlham müəllimin köməkliyi ilə o müdafiə etdi və bugün mən təşəkkür üçün sizə zəng edirəm. Çox sağ olun. Nə yaxşı ki, bax bu cür insanları efirimizə dəvət edirsiniz və Azərbaycan xalqı bir daha tanıyır bu böyük oğlunu. Çox sağ olun, var olasınız. İlham müəllim, sizə böyük təşəkkür edirəm. Biz təşəkkür edirik. Əslində bir təşəkkürdür ki, doktorantura təhsilində canlı korifeyimizdir, bizim elmimizin. Elə xariclə əlaqəli, elə Fəlsəfə və Sosiologiya İnstitutu bilirəm ki, xariclə əlaqəli çox geniş belə deyək, əlaqələr qurmusunuz və bu araşdırmalar mı deyək, bu şəbəkənin yaradılması mı deyək, çox ildırım sürəti ilə gedir. Bəlkə də elə xaricdə bakalavr təhsili alıb, məhz elə burada müdafiəyə gələnlər, doktorantura təhsili almağa meyliliyin də kökü buradan başlayır, deyilmi? Avropa fəlsəfə məktəbləri ilə bağlı əlaqələriniz var. Bu haqda istəyəcəm, biraz da o haqda bir bilgilənək. Maraqlı məsələdir. Birdən bir ay var ki, mənə bir
ABŞ-dan bir məktub göndərib bir doktorant bizim sözlə desək. O özü də maraqlıdır. O istəyir süni intellektin fəlsəfəsi ilə məşğul olmaq istəyir və istəyir ki, mən onların bir neçə rəhbəri olur, rəhbərlərin biri mən olum. Amma onda fikri yoxdur bura gəlmək. O istəyir ki, mən onunla necələr, o ABŞ-da Kansas Universitetində PhD yazır, işi yazır da, fəlsəfə doktoru və istəyir ki, mən rəhbər olum. Sırf fəlsəfə olsaydı təəccüb etməzdim. Amma süni intellekt fəlsəfəsi ABŞ-dan Azərbaycana çox maraqlıdır. Ona görə ki, aydındır ki, onlarda kompüter elmləri, kognitiv elmlər bizdən daha inkişaf etmişdir. Bizdə mən misal üçün bu mövzuda bir 5 il məşğul oluram. Amma aydındır ki, misal üçün ABŞ-da 90-cı illərdən bu kifayət qədər inkişaf etmiş bir sahədir. Fəlsəfənin, elmin, kognitiv elmləri. Amma mənə bu çox maraq oyatdı, ona görə ki, çox maraqlıdır. Və bilirsiniz, maraqlıdır. Mən ingilis dilində o qədər də çox yazmamışam. Amma bilirəm ki, bizim Fəlsəfə İnstitutunun saytında mənim bəzi məqalələrim ingilis dilində qoyulub və onlara nə üçünsə xaricdən daha çox baxılır ingilis dilində. Nəinki, misal üçün olur ki, bizim Rusiya-Azərbaycan dilində məqalələrə. Bir məqaləm vardı, 8000 adam onu oxuyub. Bu çox maraqlı bir rəqəmdir, bu fəlsəfədir, özü də ingilis dilində. Özü də mən özümü aldatmıram, fikirləşirəm ki, ingilis dili də ortabab bir səviyyədədir. Amma 8000 baxış çox böyük baxışdır. Bəli. Bu maraqlıdır, amma bunu deyə bilmərəm ki, onlar məni bir alim kimi, insan kimi bəlkə də tanımırlar. Cavab xahiş etdim öz köməkçimdən ki, yazsın. Yazıb, indi baxarıq da nə olacaq. Halbuki o, necə deyirlər, mexanikası mənə o qədər da aydın deyil, necə ola bilər. Amma Azərbaycanda bizim institutda kifayət qədər maraqlanan, doktoranturada oxumaq və s. var. İndi fikirləşirəm ki, niyə belə? Əvvəlcə aydındır ki, əsas məsələ fəlsəfədir. Fəlsəfəni çoxları sevirlər. Bəziləri hesab edirlər ki, alim fəlsəfədən başlayır və bu yanlış fikir deyil. Başqa məsələdir ki, axır vaxtlarda bizim universitetlərdə fəlsəfə maraq insanlarda bəlkə də var, amma universitet rəhbərliyi onu ikinci səviyyəli elmə keçirdi. Bu gənclərin seçimi, özləri seçirlər, əsas fən deyil. Bu bizi narahat edir. Məni amma açığı deyim, o qədər də narahat etmir. Ona görə ki, seçim edən daha yaxşı öyrənər, nəinki məcbur olan. Amma hamının fikrini mən də, necə deyirlər, diqqətsiz buraxa bilmərəm. Ona görə belə bir ideya var ki, fəlsəfə əsas fənlərdəndir. Amma bilirsiniz, burada bir maraqlı məsələ gəlir. Mən onu çalışıram, diqqətdə saxlayayım. Hərəsi kağızı aparan özündə filosof deyil. Bizdə ada daha çox diqqət verirlər, nəinki biliyə, insanlar arasında. Ona görə gəlir, saxta bir kağız alır, yaxud düz kağız alır və göstərir ki, mən fəlsəfə doktoruyam, elmlər doktoruyam, akademikəm və s. Reallıqda isə insan əvvəlcə bilikli olmalıdır, sonra alim olmalıdır. Bilikli adamlar, alimlər arasında o qədər də çox deyil. Həyif. Amma diqqət yaratmaq olar. Mən niyə deyirəm? Çalışıram nəzəri seminarlarla, konferanslarla, xaricdən gələn, iştirak edənlər, alimlər və s. bu marağı oyadım. Maraq oyananda insan bacarmasa da çalışır, neysə eləsin. Elmdən söhbət gedir. Və mən görürəm nə qədər maraqlı işlər ortaya gəlir. Ortabab bir alim birdən marağı oyananda bir normal bir iş yazır. İxtiralar, kəşflər, və s. Belə çıxır ki, mühit yaradıcı olanda
birdən neysə bacarmayan adamlar neysə bacarır. Bu maraqlı bir değişikdir. Sönüklük aradan gedir. Aydındır ki, mən həmişə mənə gənclər sual verəndə deyirəm, yaxşı alimlər var, ortabab alimlər var, zəif alimlər var. Hətta alim olmayanlar da var. Hərəsinin öz yeri var. Aydındır ki, alim olmayanlar gərək azalsın. Zəiflər azalsın, ortabablar yaxşılaşsın. Bu məsələ yalnız yaradıcı mühitlə əmələ gələ bilər. Burada necə deyirlər, vurmaq, döymək və s. qovlamaq çox çətin məsələdir. Amma yaradıcı bir mühit yaratmaq, insanlar çalışsın ki, neysə yaratsınlar, yazsınlar və s. Bu olanda çox yaxşıdır. Və mən sizə deyirəm ki, bu çətin bir şeydir. Hələ belə deyil. Ömür gedir. Ömür gedir. Amma bir yaxşı gənc birdən yaxşı əsər yazanda, alimlik kağızını alanda, özdə ya xaricdə, ya hardasa tanınmış bir jurnalda məqaləsi çıxanda bu böyük bir məsələdir. Bu necə deyirlər, böyük bir bayramdır bizim üçün. Axır vaxtlarda süni intellektin dövründə biz indi çalışırıq ki, bizim alimlərimiz xarici konferanslarda, jurnallarda iştirak etsinlər. Özdə bir vaxt çətin dövrlərdə var idi. Hansısa bir Gileyanı adını deyirəm, ona görə ki, bu belə bizim filosoflar üçün çox belə görsədən bir jurnaldır. Hamı çalışırdı orada. O nədir? Bir bilinməyən hansısa bir jurnal Ukraynada çox yüngül idi. Neyi göndərirdilər? Çap edirdilər. Hamı da ora göndərirdi və soruşurdu. Var xaricdə məqalə deyir, Gileya və keçirdi. İndi yaxşı ki, bu Gileyalar azalıb, amma başqa Gileyalar əmələ gəlib xaricdə. Onların hətta necə deyirlər, qeydiyyətləri də var. Amma mən hesab edirəm ki, yaxşı alimlər çalışmalıdır, yaxşı jurnallarda çap olunsa. Misal üçün, beləsi Rusiyada var, Türkiyədə var, ABŞ-da var, Fransada var və s. Bir şey də qeyd edib, bəzi Avropa ölkələri bizə rəqiblərdir. Pis siyasət aparırlar, erməniləri dəstəkləyirlər və s. Bu bir məsələdir. Amma belə ölkələrdə olur ki, keyfiyyətli alimlər olur, bizi dəstəkləyən alimlər olur. Bu ikinci məsələdir. Necə bunu həll etməliyik? Kimsə çalışır hər şeyi atmaq, vurmaq, fikir verməmək. Amma biz çalışmalıyıq elə ölkələrdə öz yaxşı alimlərimizi, bizi dəstəkləyən alimləri dəstəkləyək, əlaqə quraq və s. Hələ misal üçün Fransanı imperiya çox tənqid edirik, amma nə qədər orada yaxşı həm Azərbaycan əsilli alimimiz var. Bizim konferanslarda olur ki, iştirak edirlər və böyük bir işlər aparırlar, hələ orada. Kimsə deyə bilər ki, Paris öz siyasətini dəyişmir. Bu məsələ elə yüngül məsələ deyil. Amma təsirlər yavaş-yavaş birləşir, bir sinerji, bir təsir göstərə bilər. Sonra bilirsiniz, xarici əlaqələr elmdə çox vacibdir. Niyə? Əsas məsələ biz gərək Azərbaycanı bütün dünyaya tanıdaq. Bu aydındır. Deyəndə Azərbaycanı elmini tanıdaq. Bu da aydındır. Amma həm də bilməliyik ki, elm əlaqələrdir. Elmi dialoqdur. Elmi mühit yalnız evdə yaratmaq mümkün deyil. Mümkündür, amma birazdan o başlayacaq çətinlik çəkmək. Elm həmişə necə deyirlər, əlaqələri qurmaqdır və genişləndirməkdir. Və biz bununla çalışırıq. Bilirsiniz, bu hələ bil ki, misal üçün, bəzi işçilərimiz Ulu Öndərlə bağlı 100 il, 2 illiyinə böyük bir konferanslar xaricdə keçirilir. Çox maraqlı bir tədbirlər olur. Kitabların təqdimatı xaricdə olur. Bizim alimlərimizin təklifləri ilə mövzular, konferansın mövzusu bizdən qəbul olunur. Misal üçün, mayın ortalarında bir konferans mənim təklifimi qəbul edib və konferans keçirdir Buxarestdə. Akademiya və universitet.
Konferansın adı bir maraqlıdır, deyim sizə. Fəlsəfənin gələcəyi Azərbaycan və Rumun filosofların fikirlərində. Çox maraqlıdır. Sonra bilirəm ki, təxmini belə oxşar ideyalar başqa alimlərimizin də başqa ölkələrdə qəbul olunur. Bu, keçmişdə o qədər də çox belə şeylər deyildi, yox idi. Belarusda 100 illiyi ilə, Ulu Öndərin 100 illiyi ilə, onun irsi ilə konfransı yadınıza salıram. Sonra Rusiyada biz məsələn Heydər Əliyev Fondun Moskvada təmsilçiliyi ilə bir 5 gözəl kitab çap eləmişik. Ulu Öndərə həsr olunub. Orada dialoq problemləri, multikulturalizm problemləri, Rusiyada çoxları bu ideyalarla maraqlanırlar. Özü də maraqlıdır. Biz çalışmışıq bu kitablarımızda bir fəsli Ulu Öndərin irsinə, misal üçün multikulturalizm haqqında, dialoq haqqında. İkinci, üçüncü hissədə ümumi elmi fəlsəfi problemləri ortaya qoyaq. Orada həm Polşadan, həm Balqaristandan, həm Qazaxıstandan, həm Rusiyadan alimlər iştirak ediblər. Bilirsiniz nə maraqlıdır? Onlar olur ki, bir-birini xoşlamırlar. Amma Ulu Öndərin irsinin, necə deyirlər, çırağının altına hamı yerləşirlər, birləşirlər və s. Niyə? Ona görə ki, onların yaddaşında fikir var ki, Ulu Öndər həmişə çalışıb ki, imkan yaratsın ki, alimlər, ağıllı adamlar bir-biri ilə məsləhətləşsin. Bu böyük bir məsələdir. Biz çalışmalıyıq Ulu Öndərin irsini saxlayaq ki, ona görə ki, bu çox belə dahi bizim keçmişimizdir. Və yaxşı olar ki, elə böyük şəxsiyyətlər, Azərbaycanın şəxsiyyətləri bütün dünyaya təqdim olunsun, görsünlər və s. Və həm də biz də ruhlanırıq da ki, belə bir böyük əlaqələr qururuq da. Bu maraqlı məsələdir. Efirimizin artıq demək olar ki, bir neçə dəqiqəsi qaldı, hətta səhv etmirəmsə 2 dəqiqəsi qaldı. Sonda bir məsələni soruşacağım İlham bəy. Elmlər doktoru adını son zamanlar belə bir söhbətlər gəzir ki, ləğv olunması. Çox mümkünsə qısa istəyəcəm. Nə dərəcədə doğrudur bu adın ləğv olunması, elmlər doktoru? Bilirsiniz, belə danışıq gedir. Əsas məsələ elmlər doktoru adından gedmir. Bir PhD də fəlsəfə doktoru qalsa da olar. ABŞ-da bir fəlsəfə doktorudur. Əsas məsələ o dəyərli olmalıdır. Elmlər doktoru bu böyük iş yazmaqdır bizdə. Fəlsəfə doktoru kiçik iş yazmaqdır. Amma yalnız kiçikdən söhbət getmir. Nüfuzu onun çox zəifdir. O elmlər doktoru ləğv etsələr, belə fikirlər deyirəm gedir, onda fəlsəfə doktorun tələblərini artırmaq lazımdır. Bu tələblər necə ola bilər? Tələblər yalnız kağızda formatı düz yaratmaq ola bilər, düz qeydiyyat aparmaq və s. Yaxud da dərin, mənalı iş yazmaq olsun. Bunu olsa, qoy olsun. Bu olmasa, onda zəiflik yarana bilər. Ona görə ki, bugünkü gündə fəlsəfə doktoru səviyyəsi kifayət qədər azdır, nəinki elmlər doktoru. Başqa məsələdir ki, bütün elmlər doktorudur, necə deyirlər, göyərçin deyirlər də, onların arasında zəifi də kifayət qədərdir. Bacardım cavabı. Bəli, əslində çox dərin təşəkkürümü bildirirəm hər ikinizə və sizə də xüsusi təşəkkür edirəm ki, o dəyərli zamanınızı bizimlə keçirdiniz. Əslində bizim üçün böyük bir fəxr oldu və bugün biz sizdən çox şey öyrəndik və öyrənməkdə də davam edəcəyik. Hər zaman deyirəm ki, bir sahənin haqqında məlumat və bilgi əldə etmək istəyiriksə, o işin peşəkarından bunu dinləməyimiz və ona istinadən araşdırma aparmağımız yetərlidir ki, biz də özümüzə nəyisə qəbullandırmağa çalışaq. Bugünlük bu qədər. Salamat qalın, gecəniz xeyrə qalsın. Hər birimizə sağlam can, sağlam ruh və sağlam düşüncə, elmi, biliyə, maraq oyanmağı diləyilə. Sabah yenidən görüşmək ümidi ilə. Salamat qalın.